Az sən canın, sən bu ləlöyünü hardan tapmışdın? Əslində pis oğlan deyil, yaxşı oğlandı. Başıma pərvanə kimi dolanır. Pərvanə kimi, qanadsız pərvanə olar. Az yaxşı sən can, tərifləmə onu. Mənə bax görüm, neynədin? Telefon sata bildin? Hə, satdım özdə 3000-ə. Pul ver görüm. Üstündə deyil, kartdadır. Evə gedim mən sənə atarım. Hamısı da pul kart atır, elə bir atan şıqdilər. Bir sizə nəqd verin də. Şeydir, nerede oynaya bilirsən? Yox, öyrənəzsən. Qəşəy, əla. Deməli belə, sən ondan tez-tez küsürsən, sifət eləyirsən, trip atırsan ki, o sənin yanından ayrılıb mənim yanıma gəlsin, mən də ona ağıl nəsihət verim və beləliklə mən də çox kazanım. Yaxşı, mənə iki şey maraqlıdır. Birincisi, sən niyə gedib demisən ki, Rəşkəndə mənim bacımdır? Bircə gedib ona deməyəsən ki, biz bacı deyilik ha. Deməmişəm. İkinci sual nədir? Bakıda bu qədər psixoloq ola. Bu niyə məni sənin yanına gəlib? Mən bilirsən də, mənim başım saat kimi çalışır, tık 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 tık. Bilirsən nə olub? Nə olub? Deməli belə. Mənə bax, sən sevgililər günündə qıza nə aldın? Danış. Bu sevgililər günü yadından çıxıb məni. Bu da məndən küsüb. Barışmağa nə var ya ki, məzələnirsən? Necə barışdın ki sən? Mənə çox maraqlı. Bir dənə psixoloq var, getdim yanına. Aha. Üstündə qızın könlünü aldım, bir dənə maşın, bir dənə telefon. O psixoloqu mövzuat da bura. Düz deyə məndə hamısı şeydir, ipotekadır. 65 illiyə böldürmüşəm, nə vaxt ödəyərəm də. Psixoloqun nömrəsini mənə at, ən yaxşısı. Mən gəlib özüm ondan danışım, həll eləyim bu məsələ. Dilxor olmuşam. Alo, bəli. Yem hazırdır. Göndərmişəm yanınıza. Nə bacarırsa qoparım. Mən heç nə istəmirəm. Prosta mənim planımız necə danışmışıq. O cür qalsın, Suğran xəbər olmasın ki, mən anlatmışam. Oldu.